Uşaq maşının altında qalaraq. Xanım, biz asıb kəsmirik heç kimi. 2 dənə sual verəcəyik sadəcə. Bəli, hadisə çox olub. Ölənlər də olub uşaqlardan. Ondan sonra qıçası qırılan olub. Hal-hazırda biz Binəqədi rayonunda yerləşən 179 saylı məktəbin yanındayıq və məktəb 2 poliklinika və 1 laboratoriya, bundan əlavə təcili tibbi yardım qurumlarının düz yanında yerləşib. Yəni hal-hazırda poliklinikaya gələn vətəndaşlar xəstələrini təbii olaraq maşınlarla gətirirlər və həmin maşınlarla məktəbə girişin qabağı tutulur və bu da təbii ki, valideynlər üçün və məktəbə gələn şagirdlər üçün çətinlik yaradır. Salam. Xanım, bizə şikayət daxil olub. Burada hər il əslində məsələ nədir də deyim sizə. Gözləyim, mən məktəb direktoruna məlumat verim. Ki, mən sizə deyim məlumatı sizə verin də. Məktəb direktoruna deyirsən. Onsuz da özünlə danışmaq istəyirdik. Yəni məktəb çox təhlükəli yerdə yerləşir də, yəni direktor olaraq müraciət olunur. Həqiqət xanım, jurnalist gəlir, sizi görmək istəyir, məktəb təhlükəli yerdə yerləşir, onunla bağlı. Hanım, qapını niyə bağlayırsınız ki? Sual verməyə gəlmişik də. Yəni problem var. Uşaqlar hər il buradan maşın vurur və hər hansı bir direktordur da bir müraciət olunubsa problemi həll etmək lazımdır. Qapını niyə bağlayırsınız? Bilirəm ki, siz sonra direktora deyəcəksiniz, söhbəti bağlayacaqsınız da. Xanım, zəhmət olmasa gözləyim. Gözləyin, zəhmət olmasa. Gözləyirik də, içəridə gözləyirik. Yox, olmaz, içəridə icazə yoxdur. Niyə icazə yoxdur? Səbəb nədir? Hansı qanunda yazılıb? Direktor yığımda zəhmət olmasa. Gəlsin direktordan danışaq da. Burada nə var ki? Həqiqət xanım deyir ki, zəhmət olmasa təhsil idarəsinə müraciət eləsinlər. Təhsil idarəsinə müraciət eləsinlər. Direktor bəs məktəbin direktoru olaraq təhsil idarəsinə özü müraciət eləməyib ki, burada uşaqlar maşın yolunda, qarlı maşın altında. 2 addımlıq yoldur ya maşın yoluna. Yəni bununla bağlı. Deyir ki, təhsil idarəsinə müraciət eləsinlər zəhmət olmasa. Direktor özü 2 kəlmə söz deyə bilər də, yəni ki, bəlkə müraciət eləyib, bəlkə nəsə. Xanım, biz asıb kəsmirik heç kimi. 2 dənə sual verəcəyik sadəcə. Direktor olaraq bu məsələ onu narahat eləmir. Təhsil idarəsinə müraciət eləsinlər. Yəni ondan qabaq da başqa direktorlar da olub, şikayətimizi bildirmişik, amma baxan olmayıb. Yəni bundan əvvəlki direktora da demisiniz, heç bir tədbir görülməyib. Yox. Bəs gəlib baxıblar hansısa bir aidiyyət orqanlardan? Yox, gəlib baxmıyorlar. Bax, maşınlara görə keçən səfər çəkiliş gəldi. Görün, maşınlar gedir buradan yox. Hər dəfə, hər axşam biz buradan çıxanda əziyyət çəkirik. Maşınların arasından çıxmaq mümkün deyil. Özləri də elə çıxanda maşınlarından o biri maşına deyə-deyə yəni çıxırlar, qapısı deyir də yəni. Məktəbdən, yəni uşağı götürəndə ya məktəbə gətirəndə səhər vaxtı bu sizə narahatlıq yaratmır? Çətinlik yaradır, çox çətinlik yaradır. Mən istəyərdim elə ya poliklinika ya buradan köçsün, ya da məktəb. Yəni çox çətinlik yaradır bizə. Bəs yolun məktəbin düz kənarında yerləşməsi hər il burada hadisələr baş verir. Siz narahatlığınız olmur, müraciət eləməmisiniz arasa? Müraciət eləsə nə olsun, xeyri yoxdur. Amma düzəlsə daha yaxşı olardı. Məktəb yaxşı bir yerdə tikilsəydi daha yaxşı olardı. Köhnə 179-un yerində. Bəli, hadisə çox olub. Ölənlər də olub uşaqlardan. Ondan sonra qıçası qırılan olub. Xəsarət alan çox olub yolda. Orada işıqforda əl işarəsi var ki, yəni uşaqlar keçmək istəyəndə, yəni o əl işarəsinə basmalıdırlar. Yəni şoferlər heç baxmır. Baxmır. Yox. Əl işarəsinə heç şoferlər baxmır. Bilirsiniz, uşaqlar keçir, inanırsınız, az qala uşaqları vuraq. Gözləmirlər ki, yəni bu uşaq keçsin. Ən azından orada keçid olsa daha yaxşı olar. Gördüyünüz kimi hal-hazırda biz 179 saylı orta məktəbin qabağındayıq və burada 2 tərəfli yol var və uşaqlar bu təhlükəli yolla yolu keçməyə çalışırlar. Hər il burada bir neçə uşaq maşının altında qalaraq həyatını itirib.